4 yaşlı qız qripdən ölüb. Amerika Birləşmiş Ştatında tüğyan edən ağır qrip mövsümü növbəti ailə fəciəsinə səbəb olub. Utah ştatında yaşayan 4 yaşlı Ellie Rudd qrip və adenovirus infeksiyasının yaratdığı ağırlaşmalar nəticəsində dünyasını dəyişib. Tamamilə sağlam olduğu bildirilən balaca qızın ölümü ölkədə uşaqlar arasında artan ölüm halları və peyvəndləmənin əhəmiyyəti barədə müzakirələri yenidən gündəmə gətirib. Anasının sözlərinə görə Ellie'nin heç bir xroniki xəstəliyi olmayıb. Yeni il günü simptomları başlayan uşağın vəziyyəti qısa müddətdə kəskinləşib. Xəstəxanada ona qrip və krup diaqnozu qoyulsa da vəziyyət sürətlə pnevmoniya və sepsisə çevrilib. Daxili qanaxma və insult keçirən balaca qız xəstəxanada vəfat edib. Amerika Birləşmiş Ştatları Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin son hesabatına görə cari mövsümdə uşaqlar arasında xəstəxanaya yerləşdirmə halları son 15 ilin ən yüksək səviyyəsinə çatıb. Bu mövsüm azı 32 uşaq qripdən dünyasını dəyişib. Vəfat edən uşaqların 90%-i tam peyvənd olunmayanlardır.